vel envat usikum və nəfsi bi təqvəllah. Sizə və özümə ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Mərhum Feyz Kaşani bizim böyük alimlərimizdən biridir. Onun bir təfsiri var. Təfsiri Safi deyirlər o təfsirin adına. Adı belə deyəni. Orada bir hədis nəql eləyir. İslam Peyğəmberindəndir. Peyğəmbərin mövlud ərəfəsində bu hədisi sizə hədiyyə kimi təqdim edirəm. Peyğəmbər buyurur ki, Quranda bir ayə var. İnsanlar o bir ayəyə əməl etsələr onlara bəsdir. Bir ayəyə əməl etsələr onlara bəsdir. Buyurur ki, inni la a'lamu ayətən minəl kitab ləv əxəzə bihə. Təzdən deyim, hədisi vurğunu düz demədim. İnni la a'lamu ayətən minəl kitab ləv əxəzə bihən nas ləkəfəthum. Buyurur ki, Quranda bir ayə var. Ona əməl etsələr, onlara kifayətdir, bəs eləyir. O hansı ayədir? Talaq surəsinin 2-ci ayəsidir. Mən sizə bunu keçmişdə demişəm, bir də mümkünsə, bunu yadınızda saxlayın. Bunun özüm xeyrini görmüşəm. Böyük insanlar da bunun xeyrini görüb. Ariflərdən biridir ki, nəyi qazanmışamsa bu əmələ görə qazanmışam. Bunu bacarsaz əgər, kim bacarırsa eləsin bunu. Namazı bitirəndən sonra, gündəlik namazların hamısını, hər birinə aiddir. Bitirəndən sonra 3 dəfə İxlas surəsi deyin. Qul Huvallah surəsini 3 dəfə deyin. 3 dəfə salavat deyin və Talaq surəsinin bu 2-ci ayəsini oxuyun. 3 dənə İxlas, 3 salavat, sonra bu ayə. Və mən yəttəqillah, yəcəl ləhu məxrəcə və yərzuqhu min haythu la yahtasib və mən yətəvəkkəl aləllah fəhuvə hasbuh innəllaha bəluğu əmrih qəd cəalallahu li kulli şeyin qədra. Bunu oxusaz, ondan da sonra Həzrət Zəhranın təsbihini deyirsiniz də o. Namazdan sonra müstəhəbdir. 34 Allah Ekber, 33 Elhamdülillah, 33 Sübhanallah. Deyəcəksiniz, yenə də yüklədilər bizi. Yəni, amma bir şey deyil də, bu hamısı bir yerdə nə qədər çəkir? 2 dəqiqə çəkir, 2 dəqiqə çəkmir bəlkə də. Təsbihatla bir yerdə 2 dəqiqə çəksə, 3 dəqiqə çəksə, böyük şeydir yəni. 2-3 dəqiqədir, amma çox fəziləti var. Çox fəziləti var. Dildən deyilməyəcək qədər. Sözüm bunda deyil. Həzrət Peyğəmbər buyurur ki, Quranın bu ayəsinə əməl eləsələr, bəsdir. Ayənin mənası. Və mən yəttəqillah, yəcəl ləhu məxrəcə. İnsanlar təqvaya riayət eləsə, qırmızı xəttləri keçməsə, Allah onlara çıxış yolu açar. Çıxış yolu açar. Və yərzuqhu min haythu la yahtasib. Güman etmədikləri yerdən onlara ruzu verər. Və mən yətəvəkkəl aləllah fəhuvə hasbuh. Kim Allaha təvəkkül eləsə, Allah ona bəsdir. Ondan sonra buyurur ki, innəllaha bəluğu əmri. Allahın əli hər işə çatır, hər işi görə bilir. Qəd cəalallahu li kulli şeyin qədra. Amma Allah dünyada müqəddərat təyin eləyib. Dünyanın qaydası budur ki, hər iş eləyə bilər. Amma müqəddərat təyin eləyib. Məhdudiyyət təyin eləyib dünyanın içində. Bunu deyir kim bu ayəyə əməl eləsə, ona bəs eləyər. Yenə qayıdıram bu sözə. Burada bax, bir neçə dəqiqə, 5 dəqiqə, 10 dəqiqə vaxtınızı alacam, diqqətli olun, bu çox mühüm nöqtələrdir. Dedik birinci xütbədə də ki, Allahın bir adı Rəbdir. Rəbb yəni tərbiyə eləyən, tərbiyəçi. Elhamdülillah Rabbil aləmin. Yəni aləmlərin Rəbbi, aləmlərə tərbiyə verən. Tərbiyənin yolları müxtəlifdir. Yollarından birinə işarə edirəm. Bəzən belə olur həyatda, bəzən. İnsan dalana dirənir. Bütün halal yollar insanın üzünə bağlanır. Qulağınız məndə olsun. Bütün halal yollar insanın üzünə bağlanır. Haramlar insanın üzünə açılır. Belə situasiyalar olur həyatda. İnsan şiddətli ehtiyacı var bir şeyə. Allah özü müvəqqəti olaraq halal yolları bağlayır, haramları taybatay açır üzvə. Və bu məqamda Allahlığından da əl çəkmir. Allahlığından əl çəkmir. Fərz eləyün bir insandır, aylıq maaşı güclə, aylıq güzaranını güclə təmin edir.
İş çıxır qabağa, əməliyyat olunmalıdır, ya özü, ya əziz adamı, övladı qalıb əlində, əməliyyat olunmalıdır. Halal yollar bağlıdır, haram açıqdır. Bir dənə addım haramdan gəlir sənə. Allah özü belə bir situasiya yaradır. Belə bir situasiya yaradır ki, bir dənə addım atson haram açıqdır. Amma halal yollarını özü bağlayıb. Nə qədər vurnuqsan yoxdur. Nə qədər vurnuqsan yoxdur. Böhranlı bir vəziyyət yaradır. Ehtiyac da şiddətli olur. Ehtiyac da şiddətli olur. Deyir, bax, bura tamaşa eləməli məqamdır. Bura istisna məqamdır. Burada atacağın addım çox mühümdür. Burada bəndəliyin məharətini göstər. Ya bir cavan oğlandır, cinsi ehtiyacı var, evlənmə imkanı yox, halal təmin eləmə imkanı yox, haram açılıb qabağında dayanıb, heç cür halal təmin eləmə yolu yox, ehtiyacın da pik vəziyyətidir. Bu müvəqqəti bir vəziyyətdir, bu həmişə olmur. Bu müvəqqəti bir vəziyyətdir. Şeytan bütün gücünü o məqamlar üçün saxlayır. Şeytan gözləyir, o məqam üçün bütün gücünü toplayır. Yəni, həll edici məqamdır. Həm Allah baxır mələklər üçün ki, bax, indi neynəyəcək? Şeytan da bu yandan, sən də qalmışsan ortada. Bu adam ki, burada bacardı, bəndə qala bildi, bilirsiniz nə olur? Birdən sıçrayışla 100 illik yolu bir anda gedir. Bu həyatda hər gün olmaz. Bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə həyatda belə şeylər olacaq. Hamı üçün. Məsələn, 5 dəfə deyirəm, rəqəm şərtidir, tez-tez olmaz. Allah bizi hər dəqiqə imtihan edir, ha? İmtihan təkcə onlar deyil. Hər saniyəmiz imtihandır, yadınızda danışmışıq bu barədə. İmtihan ancaq 5-10 hadisəyə aid deyil. Səhər yuxudan durandan axşam yatana qədər sən imtihandasan, hər saniyə imtihandır. Biri səni tərifləyir imtihandır, biri səni tənqid edir imtihandır, biri sənə bir şey verir imtihandır, biri al. Hər şey imtihandır, hər şey. Amma bir-iki dənə ağır imtihan var həyatda, çətin imtihan. Həzrət İbrahim bütün ömrü boyu imtihan olundu, amma oğlunu qurban kəsmək bir dənə idi. O da atılmaq, bir neçə dənə imtihan var. Həzrət Yusuf əleyhissalam bütün ömrü boyu imtihan olundu. Amma bir dəfə həll edici məqam idi ki, cinsi istəklə, şəhvətlə imtihana çəkildi. Kərbəla bir dəfə baş verdi. Mən sizə bir söz deyirəm, bu ayədən istifadə edin, Peyğəmbər mövlud ərəfəsində özünüzü bax bu çətin məqama hazır edin. Bu bir gün həyatınızda olacaq və hər şey ondan asılıdır. Orada sən həll edici məqamdır. Allah halalları bağlayacaq, haramlar açacaq qarşında və sənə də şiddətli ehtiyac qoyacaq. O haramla onu 5 dəqiqəyə həll eləyə biləcəksən. Günahla həll eləyə biləcəksən. Orada deyəcək, baxaq görək, neynədir bu? Orada baxaq görək. Bütün övliyalar eşidirsiniz, arifdir, filandır. Onlar hamısı həmin həll edici məqamda bəndəlikdə qalanlardır. Orada birdən-birə uçuş eləyiblər, sıçrayış eləyiblər, inkişaf eləyiblər. Nə qazanıblar, o məqamda qazanıblar. İtirənlər də orada itiriblər. Orada birdən-birə yuvarlanırsan dibə, ya uçursan, qalxırsan zirvəyə. Bəndəlik göstərirsən. Bütün böyük qələbələr və böyük məğlubiyyətlər bu məqamlardadır. Bəndəliyin məharəti hər dəqiqə bilinmir. Mən bu misalı keçmişdə demişəm. Biri sürücüdür, yaxşı şofördür. Sürücü deyəndə peşəsi sürücü olmaya bilər, yaxşı maşın sürə bilir. Ya pis maşın sürə bilir. Bu harada bilinir? Buradan gedir məsələn Gəncəyə məsələn. Gəncəyə gedir, bütün yol boyu sürücülük məharəti bilinmir. Bəzi yerlər var ki, deyirəm, mən də sürərəm onu. Düz, düpbədiz yoldur. Ayağı qoyursan, qaza gedirsən. Burada bilinmir. Yolda ola bilər bir dənə, iki dənə bəlkə situasiya yaranar ki, deyərlər, burada göstərdi sürücülüyünü. Burada bildi, bəlli oldu. Bəndəlik də belədir. Bəndəlik ömür boyu 2, 3, 5, indi məsələndə neçə dənə imtihan olur ki, o bəndəlik məharəti orada özünü göstərməlidir. Bütün gözlənti o məqamlardandır. Ora gücünüzü saxlayın, orada ayıq olun, orada diqqətli olun. Bəndəliyin hünəri o zaman zuhur eləyir. Şeyx Rəcəbəli Xəyyad Ayətullah Kuhistani deyirdi ki, Ayətullah Kuhistani özü bir adam idi ki, onun barəsində deyirdilər ki, Allah bəlanı ona görə göndərmir yer üzünə ki, o yaşayır. O özü deyirdi ki, Şeyx Rəcəbəli tohiddə qərq olmuş bir adamdır.
Tohiddə. Deyir, 23 yaşım var idi, böhran vəziyyəti idi. Bir qohumlardan bir xanım məni tora saldı bir evin içində, məni günaha çəkəndə. Dedim, ilahi, sən məni imtihan eləmirsən həmişə, mən də indi bir dəfə səndən istəyirəm ki, bu işdən sənin üçün keçirəm, sən də məni özün üçün tərbiyə elə. Deyir, elə evdən atdı özünü, atanda Allahın ağuşuna düşdü. Vəssalam, işə həll oldu. O gündən deyir, mən dəyişdim, tam dəyişdi. Bir həll edici məqamda. Halal bağlıdır, haram qapısı açıqdır üzünə. Bəndəlikdən əl çəkmədi. Bu yaxında bir kitab oxuyurdum, Mücərrət Ruh. Təəssüf ki, tərcüməsi yoxdur onun, sizə tövsiyə eləyəm ki, oxuyasınız. Kim bilirsə, orijinalını oxuyurdum mən. Bir Arifin həyatıdır, keçmişdə, bu yaxınlarda sizə demişəm. Belə təzə 2-3 gündür bitirmişəm o kitabı, hələ də o kitabın mənəviyyatının təsirindəyəm. Bir Arifin həyatı haqqında bir alim yazıb. O Arif kimdir? O Arif Seyyid Haşim Musəvi Həddad. Həddad nalbəndə deyirlər, dəmirçi. Həddad hədid dəmirdir, dəmir işi ilə məşğul olan adamı. Bu nalbənd olub, atlara nal düzəldirmiş. Amma mərifətdə deyim sizə ki, Peyğəmbərdən bu yana qədər, bu günə qədər, İslam Peyğəmbərindən bu günə qədər barmaqla sayılacaq adam varsa mərifətdə biri də budur. Əllamə Qazinin, Seyyid Əli Qazinin ən bir nömrəli tələbəsidir. Yəni ona göstərdiyi məhəbbəti heç kəsə göstərməyib. Belə bir insandır. Deyir ki, mən kasıbda vəziyyəti çox çətin olub, çox çətin olub. Qazandığım da deyir, öz işçisi ilə bəzən yarı bölərmiş, işçisi ilə. Bəzən də hamısını ona verərmiş, kasıb, az gələrmiş evə, az. Qaynanası da bunun çox sərt və tünd xasiyyətli adam olub, bundan da azığı gəlirmiş. Elə bütün günü buna azı sözlər deyilmiş, söz atırmış. Fürsət axtarmış buna, yəni zülüm çəkirmiş onun əlinə. Deyir ki, yaşayışım yox idi. Evdə otura bilmirəm, heç nə. Bütün günü mənə ən acı sözlər nə desən deyir, Allah göstərməsin. Yəni acı adamdır, çox belə zəhimli adamdır. Bəzi adamların üzünə baxıram, ona görə gülmək tutur mənə. Belə eləyənlər var başında. Və belə bir imtihanla rastlaşmışdı ki, Allah səbir versin belə imtihanla qarşılaşan varsa. Bu deyir, mən boğaza yığıldım, getdim ustadımın yanına, Əllamə Qaziyə dedim ki, mən talaq verməliyəm, artıq mümkün deyil. Bununla mümkün deyil yəni. Yəni bu küçənin nə söyüşləri var, söyür mənə hər gün. Belə, vəziyyətim belədir. Deyir, Əllamə Qazi mənə dedi ki, həyat yoldaşın səni sevir, çox istəyir, dedim, bəli. Sən onunla, dedim, bəli. Problemimiz yoxdur. Onda necə boşanmaq nə məna verir ki? Yəni boşanmaq həyat yoldaşının günahına. Deyir, cavan idim hələ o vaxt. Dedi, sənin bütün təkamülünü o qadına dözməkdədir. Get dözməlisən, get səbr elə. Deyir, bir gündə işdən gecə vaxtı gəlmişəm, yorğun, arğın, ac, susuz evə daxil oldum. Bu da deyir, istidən ayaqlarını qoyub suda sərinlənir özü üçün. Mən daxil oldum evə, bu damda oturub, deyir, evin damında. Özü çox da deyir, cüssəli, zəhimli qadın imiş. Yəni, kişilər onun yaşadığı məhəllədən keçəmirlərmiş qorxudan. Belə bir adam imiş. Yəni, gücü də çatmaz, deyir ona. Deyir, dayanıb orada ayağını suya qoyub baxır. Da, indi mən burada demirəm. Elə bir ədəbsiz söz dedi mənə ki, çox təsir elədi. Yəni, çox pis söz dedi mənə. Deyir, döndüm ki, bir söz deyəm də artıq da yandırdı mənə, elə bir söz dedi. Çox nalayıq bir söz. Deyir, heç nə demədim. Çıxdım evdən, qaçdım. Qaçdım, deyir, çıxdım, qaçdım. Çölə çıxanda gördüm ki, özümü 2 nəfər gördüm. 2 nəfər. Bir mən, 2 dənə mən gördüm. Deyir, bir mən, o həddaddır ki, o qadın onu söyür. O mənim nəfsimin təzəssümüdür. Bir həddadı da gördüm ki, o mənim həqiqətimdir. Ucalmışam, deyir, onun söyüşləri mənə çatmır. Mənə heç aidiyyəti yoxdur onun. O məni söymür elə bil. Onun söyüşü mənə heç çata bilməz. Deyim, mən ilk dəfə adam olduğumu hiss elədim.
Gəldim, deyir, evə daxil oldum, təzədən düşdüm bunun əlindən, ayağından, öpürəm, deyirəm, çox sağ ol, minnətdaram sənə. Heç elə bilmə ki, mən narahatam, söy özün üçün, nə qədər sən söy, mənə xoşdur yəni bundan. O da deyir, baxır ki, bu yəqin dəli olub, nə olub buna. O gündən deyir, mənim halımda belə bir dəyişiklik yarandı. Yəni, bu situasiyalar həyatda hamı üçün var. Burada oturanların heç biri də o kişilərdən əski deyil. Yəni, potensial hamıda var. Neçə yaşında olursa olun, o qapı hamının üzünə açıqdır. Bu bir fürsətdir ki, Allah bu fürsəti insanların üzünə açır. Orada deyir, ayəni tamamlayayım. İndi bu kontekstdən bu ayəyə baxın. Bu ayə, təməm mənim danışdığımdan sonra yenidən baxın. Və mən, yəttəqillah, kim təqvaya riayət eləsə, haçan. O moment ki, təqvalı olmaq çətindir. Halal yolu bağlıdır. Haram yolu açıq. Orada özünü saxlasa, yəcəlləhu məxrəcə. Allah qapı açacaq. Qapı açacaq, gözləmədiyin. Və yarzuqhu min haythu la yaxtasib. Allah güman eləmədiyi yerdən ona ruzu verəcək. Bir qədər sıxıntıya düşən kimi əl-ayağı itirmə, izzətini itirmə. Başa düşürəm, asandır danışmaq, amma olur bəli, insan görürsən giriftardır, vəziyyəti çox ağırdır, dərhal gedib, adam görsən müvazinəti itirir. Hərdən mənə müraciət edirlər, təəssüf ki, mən də kömək eləmək imkanımız bizim o qədər yoxdur. Görsən, mənə acı söz deyir ki, gedəcəm filan kəslərin meçsinə, filan yola düşəcəm, filan əqidəyə gedəcəm. Elə bil ki, əqidəsi, məsələn, bu işə bağlıydı bunun. Əqidəsi buna burada, məsələn, kömək eləmədilər, mən indi o ilə təhdid edilir ki, gedib filan cərəyana qoşulacam, orada kömək edirlər adama, filan. Bu, yaraşan işlər, sözlər deyil. İnsan çətin məqamında Allaha sığına, o yer ki, harama gedə bilər, getməyə, deyək ki, bax, eləmirəm, əlimdən heç nə gəlmir. Otururam, sən deyən eləyirəm, Allaha tapşıra, Allah deyir, mən çıxış yolu göstərərəm. Çıxış yolu göstərərəm və onu o məngənədən çıxardaram. Bunu istəyirsinizsə həyatınızda təcrübə eləyin. Yəni, birdən sizə acı gələr ki, mən sizə bunu arzu edirəm. Yox, bu hamı üçün olacaq, ya olub. Bir-iki dəfə kəsilmişsiniz imtihanından, yenə də naimid olmayın. Yenə olacaq inşallah. Olacaq və olan məqamda da o vaxtı mənim bu sözlərim, Peyğəmbərin bu hədisi yadınıza düşsün. Biz Allahlıq eləmək istəyirik, hərdən öz həyatımızı səhmana salmaq istəyirik. Allah hərdən demək istəyir ki, sən bəndəliyi elə, Allahlıq mənim əlimdədir, mən öz ixtiyarımdadır və sənin həyatını səhmana salacam. Bu, sizə mənim bayram hədiyyəm olsun.